Assalamu aleykum. Bismillahirrahmanirrahim. Allah bağışlasın bizi. İndi biz Elsif Amin'le bu Çənlibəl'dəyik. Elsif Amin'i Köroğlu'nu Çənlibəli olan kimi Elsif Amin'i Çənlibəlidir. Bir de burada da maşallah de onun Çənlibəli var. İndi ki burada yaxşı xınqal deyəcək bir. Xınqal da bizi Türk diliyle xan gel demək diye. Xəncəl qanla icəl sabulunadı. Dağıstan dağ hüküməti o ki çox sözlər var belə. İndi Elsif Amin'i təbrik edirəm. İndi bir yaxşı ixtalat var bu toğ yumurtasından. Bunu sən Allah deməyə yaramayadı onu biz deyəcək. Kime yarayadı, kime yaramayadı bize yarayadı hesablayacaq. Bunu ixtalat ilə sən Allah. Bizi cemaat onu böyük manası, dərin, güclü manası var onu. Başa düşən adamlar ki Kur'an'da yazılır ki Elsif Amin Kur'an'da yazılmış diye kocayla cavan, güçlüyle aciz, devletliyle kasıb, hiçbir şey yazılır. Kur'an'da bir şey yazılır. Bilenle bilmeyen bir olmayacak diye onu yazılır. O ki biz bilen adamları arasında olduk geri. Pulu olan, gücü olan, birisi olan yok. Bilen adam. Hamından Allah'a yakın bilen adam. Bunu bu ixtalat əqillə başa düşüb, bilib, onu manasını üzünə çəkib, vəsiyyət almağa, tərbiyə almaqdan türüdür. Elsif Amin, xahiş edirəm, bu yumurta ixtalatın, toğ yumurtasını ixtalatın. Bir koca hatun oldu, kasıp yaşayan bir arvad oldu. Gitti bir farım pazara ben bir ondan yumurta satın. Alıp gitti geldi biri. Gitti ne çeydi bu yumurta var. Gitti 5 kepeke. Gitti havadı 6-5 kepeke bunları. Gitti sabah havadı bu adam bir yerlerine geçse sana vereceğim 10 kepek. Bu hatun yığıp 10 kepek. Yerlerinden yığıp aparıp pazara. Verdi bu 10 kepek bana dedi. Havadı sabah bu adam yerlerine geçse sana 15 kepek vereceğim. İrle olmadı. Alıp xerdelerin gitti bu genç pazara. Dedi geldi yumurtalan dedi ki la xerde dahi. Vallahi dedi. 5 kepekten de gütümüzü girmeyecek dedi tavuklar. Maşallah. Böyle işler. Uçi. Şimdi bir parla 5 kepekten de gütün girenler var çok. Bu dünyada biz üzümüzle ne yaparacağız? Evet. Kimler ne yapardı? O Şey. ki 5 kepekten türü bir kez bu dünyada başa düşmüyordu. Hiç başa düşmeyecekti. Bu götün ciranlar elbette gireceğiydi. O ki her şeyi nüce diyorlar. Ditti daje nektar diye değil, ballar yığan şey var nektar. Onu çok yese diye o da xerebliye adamı diye. O ki her şey az. Bu uçi ya devletli de lazım, devlet de lazım değil. Lap Allah eləməz küçələrə gəzib yığmağa da lazım değil. Allah verəndə tabu eləməyə lazım. Uçi bunu bir böyük belə dərindən manası var bu ixtalatı. 10 cürə, 20 cürə manası var. 10 cürə, 20 cürə manası var. Biz bu güzel ixtalatı, biz ixtalatlıyı da güzel yerde Kamak'ta bu ne diyorlar? Barı Kamak barısından kalktı. Galecik diyorlar. Bu gale de balaca gale oldu burada. Galecik oldu. Onu ixtalatını eləmişik biz. Yani de Allah var eləsin Elsif Amin. Allah Teala bizi başımızdan eksik eləməsin. Ya Allah, can sağlığı. Allah Teala'nın kısmetini gən də inşallah hele mümkün Allah Teala versin ki gən də biz gəlməyə bu güzel toprağa, güzel necə deyirlər, belə yere, bereketli yere. Bu bize dinimizde de diyet ki vardı diye de hele yerler diye de bereketli. Bu bereketli yerler sanki bunları atıp koyan şeydeki. Vardı yerler, bereketli yerler. O için bu eğitim gən də cemaat inşallah
Himeydi cemaati de çalışarlar qayıtmaqdan türü. Bir neçə dənə Dağıstanda da cemaatlar kəndlərinə qayıtmaq istəyirlər. Belə yerlərə turistlər gələndə, bir uzaq yerlərdən adamlar gələndə qağı-mağı çıxıb qala deyə bu dəstgaha, bu güzəlliyə, ondan başqa da buradakı meşələrdə olan nə istəyirsə var. Hər meyvə var. Burada olmayan meyvə, armud, alma, armaxara, nə deyirsə bu meşə nə deyirlər bu meyvələri hələ neçə cürə? 20 cürə meşə meyvələri var. Vaxtilə burada quz tərəkləri, quz meşələri var idi. Vaxtilə burada necə armud meşələri var idi burada. Armud meşələri Abbasbəgi, ondan sonra yine Əhməd Ağa, gən dahası qədimi armudlar. Ondan sonra var idi burada, gən də nə var idi? Burada cemaat var idi. Burada böyük yaxşı kənd olub. Bu yerlərdə kənd olub. Bunu ilə mən sağ olunuz, var olunuz, Allah'a emanet.